Məşhur Rus rəssamı Repin Çar 1. Pyotrun bacısı Sofyanı üç qadın üzərindən çəkməyə çalışdı. Yazıcı Yelena Blarenberg, bəstəkar Valentina Serova və qonşuluqda yaşayan tikişçi bir xanım. Lakin xasiyyətcə bəstəkar Serova Sofyaya daha uyğun gəlirdi. Qadın çox ciddi və despotik xarakterə malikdir. Demək lazımdır ki, 1. Pyotrun bacısı Sofya hakimiyyəti ələ keçirməyə çalışdığı üçün monastıra göndərilmişdi və ömrünün axırına qədər orada qalmışdı. Repin öz əsərinə qəfəsdə olan dişi aslan adı vermişdi.